2023-cü ilin 19 sentyabrı. Azərbaycan ordusu yenidən tarix yazdı. Bu dəfə Dəmir İradə Polad əzmlə. Qarabağın sinəsinə saplanan son yarada sağaldı. Ordumuz antiterror tədbirləri ilə düşmənin illərlə qurduğu xəyalları dağıtdı. Erməni separatizmi, işğal xülyası qüdrətli əskərlərimizin qarşısında diz çökdü. Topun, tüfəngin, texnikanın səsi torpağa deyil, azadlığa xidmət etdi bu dəfə. Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olan qəhrəman hərbiçilərimizdən biri də Məmmədov Röyal Asifoğludur. O 1997-ci il fevral ayının 12-sində Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuşdur. 2004-cü ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən Etibar İsmailov adlı bir sayılı tam orta məktəbin 1-ci sinifinə qəbul olmuşdur. 2013-cü ildə həmin məktəbin 9-cu sinifini bitirib. Təhsilini davam etdirmək məqsədi ilə Ağdam rayonunun orta ixtisas təhsil müəssisəsi olan Ağdam Musiqi Kollecinə daxil olmuş, qarmon ixtisası üzrə təhsil almışdır. 2017-ci ildə kollec təhsilini uğurla başa vurmuşdur. Elə həmin il Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Lənkəran bölgəsində yerləşən hərbi hissəsində Astara sərhəd zastavasında müddətli həqiqi hərbi xidmətə başlamışdır. Hərbi xidmətdə olarkən öz öhdəliyinə düşən xidmətini layiqincə yerinə yetirmiş, komandiri tərəfindən fəxri fərmanlar verilmişdir. 2019-cu ildə hərbi xidmətini başa vurub. 2020-ci il avqustun 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ağcabəddə olan ən sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə başlamışdır. Röyal Məmmədov 2-ci Qarabağ müharibəsində iştirak etmiş və Tərtər rayonunda, Suqovuşan, Talış kəndlərində gedən döyüşlərdə iştirak etmişdir. 2-ci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Suqovuşanın azad olunması medalı ilə təltif edilib. Vətən müharibəsindən sonra leytenant rütbəsi alan Röyal Məmmədov Zəngilan rayonunda ən sayılı hərbi hissədə zabit kimi xidmətini davam etdirir. 2023-cü ilin fevralında komando kursuna getmiş və kursda yüksək nəticə göstərmişdir. Röyal Məmmədovun hərb yolu antiterror əməliyyatlarından yan keçmir. O, 2023-cü ilin 19 sentyabrında başlanan antiterror əməliyyatı zamanı Xocavənd rayonu Qarakənd ərazisində gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. Onun cənazəsi doğulub boya başa çatdığı Ağcabədi rayonu Hindarx qəsəbə qəbirstanlığında böyük izdihamla dəfn edilir. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Röyal Məmmədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmətə görə orden ilə təltif edilmişdir.